Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reax TV-də alternativin növbəti buraxılışı damını salamlayıram. Biz bugün həftənin müzakirə edilən gündəm mövzularını müzakirə edəcəyik. Sabiq Baş nazir Pənah Hüseyn, siyasi şərhçi Turab Rzayev və hərbi ekspert Üzeyir Cəfərovlar. Xoş gəlmişsiniz. Salamlayıram sizi. Təşəkkürlər dəvətə görə. Xoş gördük. Bugün ən çox müzakirə edilən mövzu mənə belə gəlir, Bakıya gələn erməni ekspertlərlə bağlıdır. Bilirsiniz ki, az əvvəl Azərbaycanlı vətəndaş cəmiyyət nümayəndələri Ermənistana getmişlər. İndi isə ermənilər Bakıya gəliblər. Xəbər verdiyimiz kimi 2025-ci ilin 21 noyabr tarixində Ermənistanın vətəndaş cəmiyyət nümayəndələrindən ibarət qrup Azərbaycanın paytaxtına səfər edib. Unikal erməni ekibinə istinadən xəbər verir ki, Bakıya gələn Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin adları məlum olub. Onlar Yerevan Mətbuat Klubunun fəxri prezidenti Boris Navarsadyan, politoloqlar Arek Koçinyan, Narek Minasyan, Samvel Melkisetyan və hüquq müdafiəçisi Naira Sultanyandır ki, bunlar Bakıya səfər ediblər. Pənah bəy, elə buradan sizinlə başlayaq ki, bizim Ermənistana səfərimiz vətəndaş cəmiyyət nümayəndələrinin və onların Bakıya səfəri sülhə hansı töhfələri verə bilər? Bu konkret məncə ümumi şablon belə deyək ki, ondan ibarətdir ki, bir etimad mühiti yaradılması məsələsi, o cümlədən bu imzalanan Vaşinqton sazişlərində də özünün və danışıqlarda ifadə olunmuşdu. Belə bir bu məsələnin analizindən yazan təhlil, ümumiləşdirmələr edənlər bu tipli münaqişələrdə bir qayda olaraq yalnız dövlətin və yaxud hərbiçilərin yox, həm də cəmiyyətləri sülhə hazırlamaq belə bir demək məsələ ortada daim olur və əlbəttə ki, özlüyündə digər başqa o sistemin başqa tərəfləri işləməsə özlüyündə vətəndaş cəmiyyətləri müstəqil olaraq sülhə doğru hansısa bir keyfiyyət üçün yeni addımlar atılmasına mənim fikrimcə, mövqeyimə görə nail olmaları çətindir. Məsələn, biz özümüz demək 94-cü ildən sonraki dövrdə dəfələrlə Azərbaycan və Ermənistan demək qeyri-hökumət təşkilatlarının, o cümlədən Yerevanda dəfələrlə müxtəlif görüşləri haqqında yəni eşidirdik. Amma məsələ hansı şəkildə demək həll olundu, bu məlumdur artıq. Amma prinsipcən mən o vaxtda dəfələr bildirmişdim, bizim torpaqlarımızın işğal altında olduğu və ermənilərin qalib özlərini hesab elədiyi dövrdə vətəndaş cəmiyyəti demək xətti ilə olan görüşlər məncə ermənilərə xidmət edirdi. Əsasən onların maraq mənafeyinə uyğun idi. İndiki şəraitdə, indiki vəziyyətdə nəzərə alaraq ki, Ermənistan hökuməti fərqli bir, bu yaranmış status quoya münasibətdə fərqli bir kurs götürüb, yəni bunu faktik olaraq rəsmi səviyyədə nəticələri qəbul olunur. O baxımdan bizim münasibətimizlə indi Ermənistan cəmiyyətində və Ermənistan hökumətinin münasibətini eyniləşdirmək olmaz. O baxımdan Azərbaycanın da mövqeyi təcavüzə qalmış, məruz qalmış, ərazisi işğal olmuş demək ölkə kimi ədalətli mövqeyi idi. O baxımdan bir daha təkrar edirəm, əgər o vaxt bizim qeyri-hökumət təşkilatları xətti ilə təmaslar mənim fikrimcə ermənilərin daha çox maraq mənafeyinə uyğun idisə, amma bugün ümumi sülhə bu məsələlər yaranmış vəziyyəti nəzərə alaraq, məsələnin beynəlmilləşməsini nəzərə alaraq, artıq sülh müqaviləsinin paraflanmasını və həm də bir daha təkrar edirəm, Ermənistanın indiki rəsmi hökumətinin də bu məsələyə yanaşımını nəzərə alsaq, demək bu həm ümumi sülhə xidmət edir, həm də Azərbaycanın maraqlarına zidd deyil. Nəticə etibarilə də yekunlaşdırım ki, mənim fikrimcə nəticə etibarilə yekun şəkildə isə həm də Ermənistanın və erməni cəmiyyətinin və dövlətinin də mənafeyinə zidd deyil. Deməli, bu tip görüşlər əvvəlki dönəmdə də olmuşdu. Xatırlayırıq ki, bizim hətta diplomatlar, ictimaiyyət nümayəndələri hələ torpaqlarımız işğal altında olanda xatırlayırsınızsa, yəni sərhədlər o təmas xəttində açılmışdı, qarşı tərəfə keçmişdi.
Düzünü desəm, biraz mən yəni Pənah bəydən fərqli düşünürəm. O vaxt siz də getmişdiniz də? Yox. Mən jurnalistlərlə getmişdim. Yəni getmişdiniz. Hə, ATƏT xətti ilə jurnalistlərlə getmişdim. Yəni bu 2001-ci il idi, amma bu yaxın illərin söhbətidir. Yəni bu təmaslar. Nə verə bilər bu təmaslar? Açığını deyim ki, indi siz sadaladığınız siyahıda 2 tanınmış imza var da, belə tanıdığımız adamlar. Boris Novosardyandır, Azərbaycan tərəfdən də Fərhad Məmmədovdur. Yəni digərlərini mən tanımıram. Yəni bu düzünü desəm biraz protokol xarakteri daşıyır ki, tərəflər görüşdülər, nə isə müzakirə etdilər. Yəni bunların görüşü nə verəcək? İndi dünən baxıram görəm Ermənistan hökuməti vəsait ayırıb ki, bu charter reysi Bakıya baş tutsun. Bundan əvvəl bizim təyyarə birbaşa Zvartnos hava limanına uçmuşdu. Əgər bilmək istəyirsinizsə mənim mövqeyimi, mən hesab edirəm ki, xeyli həll olunması məsələlər var. Yəni o məsələlər həll olunandan sonra bir araya gəlib nə isə müzakirə etmək olar. Və bugün açığını deyim ki, Ermənistan hələ Azərbaycanın 3 yaşayış məntəqəsi Qazaxın, bir deməli Naxçıvanın işğal altında saxlayır. Bu məsələlər ötən ilin noyabrında həll olunmalıydı. Əgər səhv eləmirəmsə, keçən ilin noyabrında biz deyirdik ki, bu məsələlər həllini tapmalıdır. Amma bu məsələlər haqqında son vaxtlar ümumiyyətlə danışılmır. Halbuki Ermənistan bunları eləməlidir. Yəni bu belə davam eləyə bilməz. Yəni əgər biz 8 avqustda Vaşinqtonda hansısa bir razılaşmadan danışırıqsa, amma reallıqda bu günləri Ermənistan hələ Azərbaycan ərazilərini işğal altında saxlayır və Ermənistan addım atmalıdır. Ermənistan bu addımları nə vaxt atacaq? Biz artıq belə deyək də sivil toplumun nümayəndələri görüşürlər, amma eyni zamanda da sivil toplumun nümayəndələri görüşdə əvvəla hansı bu prosesə təkan verə bilər? Başa düşürəm, media üzərində, nə bilim, qeyri-hökumət təşkilatları üzərində. Belə, yəni açığını deyim ki, yəni mən biraz fərqli düşünürəm. Ermənistan... Nədir o fərq? Üzr istəyirəm, maraqlı ona görə deyirəm. Qoy deyim, Pənah bəy, yəni hələ Ermənistan üzərinə götürdüyü xeyli işləri həll eləməyib. Yəni Ermənistan zaman-zaman bəzi fikirlərindən hətta imtina eləyir. Yəni Vaşinqtonda müəyyən razılıq olsa da, başa düşürəm, indi bu seçki öncəsidir, biz belə ziddiyyətli bəyanatlar çox eşidəcəyik. Həm rəsmilər tərəfindən, həm hökumət yönlü şəxslər tərəfindən bu gələn ilin iyununda ki, Ermənistanda parlament seçkiləri olacaq. Yəni, onlar o seçkidə özlərinin tərəfdarlarını daha çox özlərinin necə deyərlər, mövqeyinə cəlb etmək üçün, sövq etmək üçün bəyanatlar səsləndirəcəklər. Bir sözlə, yəni mən yenə də deyirəm, burada indi alternativ fikir kimi deyim ki, mən şəxsən bu görüşlərin hər hansı bir müsbətə doğru gətirəcəyini görmürəm. Bu əvvəlkilər də olub, belə görüşlər. Bu sadəcə büdcədən belə deyək də, havaya sovrulmuş pul kimi mən bunu dəyərləndirirəm. Mənim bir yanaşmam. Mən düşünürəm ki, burada əslində ideya yaxşı ideyadır, ancaq icraatın hansı səviyyədə olması əlbəttə ki, o müzakirə açıqdır. İki cəmiyyət arasında, istər iki dövlət arasında bütün sahələrdə artıq münasibətlər normallaşmalıdır. Yəni bu məşhur ifadə vardır, minilik reyx. Bizdə minilik düşmənçilik və minilik müharibə aparmalı deyilik. Aydın məsələdir ki, artıq xüsusilə sülh prosesindən sonra əgər ortada Zəngəzur dəhlizi və ya Tramp yolu dediyimiz, Tramp sülh dəhliz dediyimiz dəhliz varsa, ölkələr arasında münasibət normallaşma doğru gedirsə, Ermənistan öz hərb ritorikasından imtina eləyirsə, ən azından Ağrı Dağının dövlət gəminə çıxması var, Qarabağın Azərbaycan ərazisi kimi tanınması var, Azərbaycan suverenliğinin tanınması var. Artıq Ermənistanda dərsliklərdən deyək ki, Azərbaycan-Türkiyə əleyhinə ağır ifadələrin çıxarılması var. Ən azından sonuncu İrəvanda soyqırım abidəsi qoyulmamasını gördük. Kilsə ilə Paşinyan bir mübarizəsi var yenə. Yəni bütün bunların fonunda görünən o ki, ən azından Paşinyan yeni bir real Ermənistan yaratmaq istəyir. Hansı ki, bu ənənəvi, şovinist, dənizdən dənizə imperiya xülyaları, bütün qonşu xalqlara qarşı nifrət, kin, şovinizm, faşizm ruhda tərbiyədən kənara çıxmaq istəyir.
Və Azərbaycan tərəfi də buna əl uzatmalıdır. Hətta xatırlayırsan, mən bizdə sülh bəyanatı imzalanan gün bununla bağlı yazmışdım. Hətta Azərbaycan birmənalı şəkildə Ermənistanla bütün sərhədləri açmalıdır. Hətta Türkiyə ilə birlikdə. Çünki bəli, çünki artıq biz də onlar tərəfə bir əl uzatmalıyıq. Bu ortada faktiki olaraq indiyənə qədər erməni cəmiyyətinin sıxışıb deyək bölgədəki qonşularla deyil, xarici qüvvələrin təslim olmasının, onların əlində alət çəkilməsi əsas səbəblərindən biri də nədir? Qonşu xalqlar hamısı düşməndir, bizi öldürmək istəyirlər. Kilsənin və deyək ki, erməni cəmiyyətində bu keçmiş cinayətkar Sarkisyan Köçəryan klanı və Ermənistan şəhid adı ilə Qarabağ klanının bütün propagandası bundan ibarət idi. Ona görə də biz məcburuq burada bir hərbi qala yaradaq. Hərbi qala rolunu oynayaq və bu hərbi qaladan da Rusiya, Fransa, o bu istifadə eləsin. Məsələn, biz indi bu mifi dağıtmalıyıq. Paşinyan bunu dağıdır. Biz də burada onun deyək, mane olmalıyıq, əslində dəstək olmalıyıq ki, erməni cəmiyyəti görsün ki, burada normal yaşamaq mümkündür. Aydın məsələ burada təkcə erməni cəmiyyəti, Azərbaycan cəmiyyətində də Ermənistana, erməni cəmiyyətinə qarşı deyək ki, nifrət var, antipatiya var, bunu etiraf eləmək lazımdır. Yəni yavaş-yavaş artıq bu əlaqələr normallaşmalıdır. Bunun yollarından biri də bu xalq diplomatiyasıdır. Amma icraat məsələsində mən müəyyən qədər Üzeyir bəylə razıyam ki, yəni bu icraat o şəkildə olmalıdır ki, əgər bu xalq diplomatiyasıdırsa, xalqın tanıdığı, xalqın sevdiyi, xalqın rəğbət bəslədiyi şəxslər olmalıdır. Məsələn, bunlar kimlər ola bilər? Azərbaycanda elə bir müğənnilər, elə bir yazıçılar, elə bir ictimai xadimlər var ki, Ermənistanda xüsusi rəğbət görür. Və Ermənistanda elə bir xüsusi film sahəsində rejissorlar, jurnalistlər və s. var ki, müharibənin ən qızğın dövründə belə Azərbaycanı unutmayıb, Azərbaycan haqqında müsbət xatirələrini, fikirlərini paylaşan şəxslər var. Məsələn, BBC-də çalışan bir müxbir vardı və yaxud Aleksey Manvelyan vardı. Deyək ki, fərqli deyək ki, film senaristləri və s. vardı. Halbuki edib açıq bunları tanıyırıq, bir vaxt çəkmək istəmirəm. Yəni bunlar ola bilər ki, maraqlı təklifdir. Bax belə adamların bu xalq diplomatiyasında iştirak etməsi daha effektiv olardı, nəinki heç kimi tanımadığı adam. Üzeyir bəy dediyi kimi, yəni bu adam heç kəs Azərbaycanda bəlkə və ya Ermənistanda bu şəxslərin bir çoxunu tanımırlarsa, yəni bunların gedib orada görüşüb gizli qapı iki söhbət edib qayıtması indiki halda nəsə effektiv olacağını mən çox inanmıram. Konseptual baxımdan mən Azərbaycan müharibədə bu torpaqlarımız azad olunduqdan və qələbə çaldıqdan sonra mən bütün istiqamətlərdə, variantlarda bu cür yuxarıda qeyd elədiyim bu cür kontaktların bizim və ümumi sülhün xeyrinə olduğu qənaətindəyəm. Əvvəl məsələn mən birmənalı şəkildə əleyhinə olmuşam. 20-ci il müharibəsinə qədər bütün çıxışlarımda mən qeyri-hökumət təşkilatları xətti ilə olan kontaktları bizim o status-quo-nu qoruyub saxlamaq, yəni torpaqların işğalda qalması və bizim hətta bir qədər də zaman-zaman bunu bir təslimçilik kimi demək olması barədə fikirlərim səslənir. İndi o fikirdə qalıram ki, o dövrdə. İndi fərqlidir. Üzeyir bəyə mən ona görə dedim ki, məndən fərqli düşünməsinin səbəbi nədir? Amma o ki qaldı bura, məsələn, mən xatırladıram, 92-ci ildə bir Biləyan adlı bir deputat gəlmişdi. O gəldikdə Azərbaycan televiziyasından çıxardıldı. O bir təxminən bir 50-yə yaxın, sonra düzdür 26 sonu təsdiqləndi. Deputatın imzası ilə bir müraciət gətirmişdi. İki ölkə arasında o vaxt 92-ci ildə. Təxminən bu noyabr-dekabr aylarında. ASTV-yə çıxdı, çıxış elədi, intervyu aldılar onunla. Sonra Milli Məclisdə çıxış elədi və qəbul olundu müxtəlif səviyyələrdə və s. İndi o fərqli bir dövr idi, o Biləyan da deputat idi o vaxtı və faktiki olaraq çox ağır bir dönəmdə belə bir siyasətin çıxış eləmişdi. Həm də o vaxt ki, bu Ermənistanın Milli Konqres Partiyasının, yəni Terpatrisyanın Partiyasının fraksiyasından idi, onların üzvü idi. İndinin özündə də mən belə hesab edirəm ki, bunu belə çox belə həddindən artıq bir qədər informasiya hətta belə deyək ki, qıtlığı da görünür açıq-aydın. Mən burada öyrəndim onların adını. Çünki təxminən şəkildən mən tanıdım ki, bu Novosardiyanı, sonra bir başqası var, onlar Kaçinyanı və s. Rus dilli saytlarında Ermənistanın oxuyur, onların şəkilləri də var, arada danışırlar da, Noyon tapanda filan da. Amma demək ki, məncə bu bir qədər bunu daha belə informasiya məsələsini geniş eləmək mümkündür. İndi bu birinci səfərdir, daha doğrusu bizimkilərdən sonra ikinci cavab səfəridir. Məncə bunu genişləndirmək lazımdır. Mən tamamilə razıyam o fikirlə. Biz də onu dəfələrlə səsləndirmişik.
20-ci il və 23-cü ildən sonra ümumiyyətlə bu sərt sərhəd bizim maraq və mənafeyimizə Azərbaycanın cavab vermir əslində. Cənubi Qafqazın ümumiyyətlə bütün o xarici məsələsini biz qorumalıyıq. Yəni xarici sərhədlər deyək də şərti deyilən kimi. O baxımdan da ümumiyyətlə bu sərhədlər özü də belə çox hərbiləşdirilmiş, ciddi şəkildə qorunan, müşahidə olunan sərhədlər nə bu xalqların, dövlətlərin də marağına mənafeyinə xidmət edir, nə də bizim açıqcası. O baxımdan o fikir idi. Söhbət ümumiyyətlə sərhəd olmasını deyilmir, amma sərt bu cür ayrıcı sərhədlər olması, o birləşdirmə, kommunikasiya sanki belə bağlayıcı sərhədlər artıq statusuna keçirməlidir və məncə yəni bu istiqamətdə də mənim adıma Üzeyir bəyin dediyi o məsələyə gəldikdə isə əlbəttə bizim anklavlar dediyimiz indi onlar üçün ya bizim üçün müxtəlif eksklav, anklav olması məsələsi var. Bunların qaytarılması məsələsi gündəmdədir. Mən yeri gəlmişkən son dövrdə bir neçə dəfə Ermənistan rəhbərliyinin Paşinyandan tutmuş, digərlərinin də Azərbaycanın bizdə Azərbaycanın torpaqları var açıqlamaları var. Yəni bu qəbul olunur. Təbii onlar da Azərbaycan da bizim bəzi torpaqlarımızı işğal edib. Delimitasiyada bu həll olunacaq kimi bu cür açıqlamalar verilir və prinsip etibarilə mən bu məsələnin həllində sözün doğrusu həmişə demişəm, bu işi aparan Xarici İşlər Nazirliyi və digər müvafiq rəsmi orqanlar ki var, götür-qoy edərək bu məsələlərdə, hətta təbii ki, bunlar referendum xarakterli məsələlərdir. Hansı məsələ gündəmə gələcəksə, ona da etimad göstərilməsini tərəfdir. Bu məsələnin yəni ictimai rəyin xüsusi əvvəllər olduğu kimi, hətta 2003-cü ilə qədər olduğu kimi şəkildə belə xüsusi bir ictimai belə deyək ki, diskussiya orbitinə gətirilməsinin mən tərəfdarlarından deyiləm indi. Məncə bu məsələ həll olunacaq və prinsip etibarilə isə o əvvəllər Ümumi Qafqaz evi deyilirdi, hələ keçən əsrin 30-cu illərində üzü verir bu məsələ. Ondan əvvəlcə Qafqazya Federasiyası və s. vardı. Zaman-zaman hətta indiki dövrə şəraitə uyğun Gürcüstan da daxil olmaqla bu Cənubi Qafqaz, mən ümumiyyətlə Cənubi Qafqaz terminini o qədər tərəfdarlarından deyiləm. Çünki Azərbaycan prinsipən Cənubi Qafqaz deyil təkcə, yalnız. Hətta Qafqaz da deyil, bu qədər geniş bir siyasi coğrafiyanın dövlətidir və o baxımdan Ermənistandan və Gürcüstandan fərqli bir dövlətdir. Bəzən deyilir 3+3, Rusiya, güya, İran və Türkiyə ayrı biz. Biz orada məncə o biri üçlü olmalı deyilik, çünki biz ayrı tipli, özümüzün başlanma görə də, potensialımıza görə də, proseslərə təsir imkanları və təminat imkanlarımıza görə də Gürcüstan və Ermənistandan fərqliyik. İndi hələ bu sonranın təbii ki dövrüdür və indiki etapda demək mən hər halda bir daha təkrar mən müsbət hesab edirəm, bu mövqeyimi bildirirəm. Çox istəyərdim ki, onlar danışılsın, o tədbirlərin hətta çəkilib göstərilsin. Bax, onda həqiqətən bu ümumi mənim fikrimcə sülh gündəminə belə deyək ki, gündəliyinə xidmət eləmiş bir məsələ kimi ola bilərdi. İzləyək görək, sonra da indi baxaq görək hansı tədbirlər olacaq. Əziz dostlar, dəyərli izləyicilər, yayımımız davam edir. Siz də yayımı bəyənib paylaşın. Eyni zamanda öz mövqeyinizi də canlı chat bölümündə və videonun aşağı rədd. Amma üç istəyirəm, Zabət, çox üzr istəyirəm də. Bir məsələ də var da. Burada biz diqqət elədinizsə, məsələn sadə deyil, mürəkkəb olaraq qalmaqla davam edir. Çox ciddi Türkiyə Xarici İşlər Nazirliyinin açıqlaması dünən mətbuatda, hər halda media məkanında getdi. Ermənistan və Azərbaycan arasında sülh məsələsi Azərbaycanın şərtləri qəbul edildikdən sonra sadalandı, konstitusiyon dəyişikliklər də deyilərək ilk dəfə mən ona rast gəldim. Ümumi şəkildə deyilirdi. Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesindən asılı. Və ikinci bir mühüm məsələ də deyildi ki, Türkiyənin bu olmadan Türkiyə və Ermənistan arasında normallaşmanın olması Ermənistanın sülhə gəlməsinin stimulunu azaldar. Belə bir formulovka getdi. Bu onu göstərir ki, məsələ də sadə deyil. Yəni biz hələ hər şeyin artıq demək, yəni Ermənistan sülhə gəlməyə bilər. Hər gün Paşinyan ki, bəyanat verir, biz elə bugün hazırıq onun tərəfdarları da. Güya sabah hazırıq imza qoymağa sülh müqaviləsinə. Məsələ elə də sadə deyil. Mən herhalde Türkiyə tərəfinin bu axırıncı bu açıqlamasına diqqət yetirilməsini istəyərdim ki, bizim ictimai rəy də bunu bilsin. Əlbəttə bunun altında başqa məsələlər də var. Azərbaycanın burada şübhəsiz ki, maraq və mənafeyinin xüsusi alınması var. Əvəzində Azərbaycanın Türkiyənin yaxın Orta Şərq münaqişəsinin həlli prosesində iştirakı ilə bağlı çox çabaları var. Onların dışlamaq istəyirlər o prosesdən. Məsələ bir qədər mürəkkəbdir, amma hər halda onu da nəzərə alsaq, belə nə çox şişitmək lazım deyil bu qeyri-hökumət təşkilatlarının bu ünsiyyətini. Ondan sülh olmur təbii. Amma o da bir damcıdır, bir addımdır, bir kərpicdir. Olsun. Bəli. Əlavəniz var bu mövzu ilə bağlı verməlisiniz? Yox, balaca bir, mən ümumiyyətlə, yəni bu təmasların əleyhinə deyiləm. Yəni sadəcə olaraq
zaman baxımından hələ bəzi məsələlər həll olunmayıb deyə mən ona görə dedim ki, həm də yenə də o fikrimdə qalıram ki, cəmiyyətdə, ictimaiyyətdə tanınan adamlar bu təmaslarda olmalıdırlar ki, sabah onlar... Çox maraqlı təklifdir, o doğru deyirsiniz. Ona görə də bu adamları kim seçib? Bunların təmsil olunduqları təşkilatlar Azərbaycan daxilində hansı cəlbedici, hansı diqqəti belə deyək də bu regional və yaxud da ki, beynəlxalq müstəvidə hansı məsələlərə yönəldib ki, mən şəxsən yenə deyirəm, Fərhad Məmmədovdan başqa orada kimisə tanımıram. Bəlkə dostlar tanıyır, mən bilmirəm, Pənah bəy də... Mən bizim tərəfdən kim iştirak edir? Dilarə Əfəndiyevanı tanıyıram. İndi Turab bəy də yəni hər gün mediada məlumatları izləyən, təhlil edən adamdır. Ona görə... Yəni, bilirsiniz necədir? Əgər biz ciddi iş görmək istəyiriksə, o məsələdə ciddi demirəm, onlar qeyri-ciddidir. Sadəcə ola bilsin, yenə də deyirəm, Azərbaycanda o qədər təşkilatlar var, o qrantla maşallah 50 dənə iş görürlər. Olsun. Amma mənə yenə də deyirəm ki, əgər burada erməni cəmiyyətinin, Azərbaycan cəmiyyətinin yaxınlaşmasında sabah çağırış edəcəyi təqdirdə o çağırışa müsbət reaksiya verə biləcəyi insanların olması nöqteyi nəzərdən mən bunu deyirəm. Mərhələ-mərhələdə Üzeyir bəy. Hər şey bir gündə olmuşdur, bir görüşdə olmuşdur. Pənah bəy, hələ bünövrəni necə qoyacaqsan, ondan çox şey asılıdır. Turab bəy, sizin də əlavəniz varsa buyurun, sonra növbəti mövzuya keçək. Mən burada Pənah bəyin Qafqazla bağlı fikirlərinə qatılıram. Azərbaycan sırf Qafqaz kontekstində dəyərləndirilməsi məsələsində. Hətta klassik olaraq Qafqaz əslində Şimali Qafqazdır. Yəni bu Ruslar Zaqafqaziya deyə bilərdi, Qafqaz ötəsi hər üç ölkəyə. Və bu Qafqazda bir birliyin olması vacibdir. Çünki bilirsiniz, dünyada bir qloballaşma gedir, daha doğrusu qlobal qütbləşmə gedir, konfrontasiya dərinləşir və belə bir dövrdə ya biz Qafqaz ölkələri olaraq ümumi bir dil tapmalıyıq. Bunun üçün Ermənistan sülh vacibdir və hər üç ölkə birgə müdafiə olunmalıdır. Ancaq indi bunun üçün düşünürəm hələ danışmaq üçün çox tezdir. Hələ ki sülhün özü belə nə vaxt olacaq, necə olacaq bəlli deyil. Bir də Türkiyə ilə Azərbaycanın müdafiə və təhlükəsizlik infrastrukturunun hansı şəkildə birləşdirilməsi vacibdir. Düşünürəm ki, sırf Azərbaycanın gələcək təhlükəsizliyi üçün Ermənistanla biz artıq o yetər deməkdir. Belə bir ifadə var, enough is enough. Yəni artıq bu müharibəni hansı şəkildə yekunlaşdırıb, sırf gələcək təhlükələrə qarşı öz deyək ki, müdafiə infrastrukturunu formalaşdırmalıyıq deyə düşünürəm. Yəni artıq bu arxitektura da mütləq Qafqaz evi kimi də olsa, ayrıca da olsa Türkiyə ilə birlikdə olmalıdır. Bir məsələni də burada sadəcə qısaca toxunmaq istəyirəm. Mən cəmiyyətdə bu informasiya ilə təminatın yəni bağlı qalmasının tərəfdarı deyiləm. Düşünürəm ki, onsuz bu informasiya hansı şəkildə bir yerdən sızır, amma məsələn çox qəribədir ki, elə yenə Azərbaycan mətbuatında 2 dəfə daha çox bizim istifadə etdiyimiz o Nürnberg prosesi ilə bağlı məlumatları da biz Ermənistan mətbuatından öyrənirik. Yəni onsuz da bu informasiya hansı şəkildə sızır, amma yaxşı olardı ki, məsələn bu məlumatları Ermənistan yox, elə öz informasiya məkanımızdan götürə bilək və burada da manipulyasiyaya məruz qalmayaq. Yəni ola bilsin ki, Ermənistan bu informasiyaları yaydıqda orada hansı məqsədlə o informasiyayı necə dəyişiklik edib, necə manipulyasiya edəcəklərini bilmirik. Deməli, fikriniz tamamlansın. Əziz dostlar, dəyərli izləyicilər, yayımız davam edir. Mən qeyd edeyim ki, ötən həftə həm də onunla yadda qaldı ki, Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə Azərbaycan da həmin o Mərkəzi Asiya dövlətlərinə üzv kimi qəbul edildi. Pənah bəy, Mərkəzi Asiya dövlətlərinə qatılmağımız bizə nə verir? Əgər bu Türk Dövlətləri Təşkilatının genişlənmə formatından biridirsə, mərhələlərdən biridirsə, demək bu əlbəttə ki, müsbətdir. Azərbaycanın buradakı niyyəti və mövqeyi aydındır. Amma kimlərsə bunu Türkiyəni bu prosesdən və Türk Dövlətləri Təşkilatı ilə paralellik yaratmaq istəyərsə, bunun açıqcası müəyyən fəsadları da demək ola bilər. Mən hesab edirəm ki, Azərbaycan tərəfinin ən yüksək səviyyədə açıqlamaları, bəyanatları, mövqe, yəni bildirişləri var ki, bizim ailəmiz Türk Dövlətləri ailəsidir və Azərbaycan Türk Dövlətləri Təşkilatı şəklində müstəqil güc mərkəzi və yeni geopolitik qütbün formalaşmasını əsas strateji hədəf hesab eləyir. O baxımdan mən demək o birinci, yəni xəttin daha çox olduğu və burada bu prosesdə üstünlük təşkil etdiyi qənaətindəyəm. Amma işləmək daim lazım gələcək, bir daha təkrar edirəm.
İstənilən halda bunun şübhəsiz ki, ümumi bu geopolitik, geostrateji demək aspektindən əlavə bu regional iqtisadi bilirsiniz ki, əlaqələr baxımından da ciddi əhəmiyyəti var. Birbaşa istər bu Orta Asiya, indi hamı Orta Asiyaya gəlir, orada xammal dalıcan, sonra bu nadir metallar arxasıcan, karbohidrogen ehtiyatları və s. Amma bizim bu hal-hazırda elə qonşu olduğumuz regionda təbii ki, bizim də orada müəyyən maraqlarımız var. Onların da ciddi marağı var, çünki Avropaya və digər demək qərbə doğru istiqamətdə o resursların sərbəst şəkildə bazara çıxarılmasının, ötürülməsinin də yolu, daşınmasının da yolu Azərbaycandan keçir. Onların da bir marağı var. Yəni burada sırf konkret regional maraq da var və nəhayət üçüncü bir məsələni də biz gərək diqqətdən mənim fikrimizə qaçırmayaq. Bu Türk Dövlətləri Təşkilatı və Türk Dövlətləri Birliyi deyərkən bir çoxları etnik türklərin üstün olduğu yalnız dövlətlər. Bu şərti xeyli dərəcədə Avrasiyanın əslində çox mühüm bir əsas hissəsini əhatə edən bir regional formatın yaradılmasından söhbət gedir. Burada məsələn indi burada Tacikistanın həmin o Orta Asiya dövlətlər demək məşvərət görüşündə iştirakı, Türk Dövlətləri Təşkilatında Pakistanın iştirakı və s. kimi məsələlər göstərir ki, müxtəlif səviyyəli, çoxölçülü bir məkanda elə sanki bu cərəyan edən proseslərdir. Mən onu da indiki etapda, indiki mərhələdə sözün doğrusu demək hər halda müsbət dəyərləndirir. Amma çox ehtiyatlı bu məsələlərdə ehtiyatlı deyək, yəni ki, nəzərə alınır bu məsələlər. İndi danışılan, açıq publik olaraq deyilən və deyilməyən cəhətlər demək var. Yəni istər cəmiyyətlərimizdə, istərsə də söhbət elə təkcə Azərbaycan ya Orta Asiya cəmiyyətlərindən getmir. Türkiyə cəmiyyətlərində də bunun həzm olunmasını necə edirlər, bunun qavranılmasının özünü də demək müəyyən problemlər yaranır. İctimai şuurda olan qavrayışı nəzərdə tuturam. O baxımdan Azərbaycan üzərinə çox böyük bir məsuliyyət düşür ki, bu cür Türkiyənin olmadığı bu tipli formatların mahiyyəti və bunun hansı istiqamətdə irəliləməsi üçün istər Türkiyə cəmiyyətində ictimai şuurunda, istər Orta Asiya demək ictimai şuurunda çox ciddi iş görsün. Zaur bəy, mən bunu xüsusən bu məsələ ilə məşğul olan müvafiq təşkilatların, üzvlərin rəsmi təşkilatların diqqətinə çatdırıram ki, bu məsələdə Azərbaycan unikal potensialı var və imkanı var. Hətta o dərəcədə ki, o prosesi Türkiyə və yaxud Orta Asiyanın hər hansı ölkəsi apara bilməz. Azərbaycan burada müstəsna rolu var ki, bu o dediyimiz ümumi hədəfə doğru bu işin istiqamətləndirilməsində Azərbaycansız mümkün deyil. O baxımdan yekun vuraq, məncə həm də Azərbaycan diplomatiyasının uğurlarından biri hesab oluna bilər. Mən çox vektorlu bu xarici siyasətin o qədər tərəfdarlarından deyiləm. Hesab edirəm ki, ən yaxın dövrdə bu vektorların mümkün qədər konkretləşməsinə nail olmaq lazımdır. Demək, amma indiki etapda hər halda, indiki vəziyyətdə bir keçid olaraq daha bizim o irəlilədiyimiz hədəfə doğru o cəhətdən pozitiv hesab edirəm. Uğurlu hesab edirəm. Bir məlumat da var, bunu da oxuyum, sonra bu mövzudan davam edəcəyik. 2 gün sonra Azərbaycan paytaxtı tarixi toplantıya şahidlik edəcək. İlk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QT-lərinin həmrəylik forumu keçiriləcək. Rəsmi açılış noyabrın 24-də Gülüstan sarayında olacaq. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Quzey Kıbrısdan 300-ə yaxın QT təmsilçisi iştirak edəcək. Tədbir çərçivəsində Azərbaycan-Qazaxıstan QT-lərinin əməkdaşlıq forumu da təşkil olunacaq. Forumun davamı 25-26 noyabrda Naxçıvan şəhərində olacaq. Burada Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin QT-lərinin platformalarının təsis olunması da gözlənilir. Buyurun Üzeyir müəllim, davam edək sizinlə bu eyni mövzu ilə. Sonuncu xəbərdən bir cümlə deyim. Buyurun. Ümumiyyətlə mən Azərbaycanda QHT sektoruna bir balaca diqqət yetirilməsinin tərəfdarıyam. Çünki QHT sektoruna kifayət qədər dövlət büdcəsinin müzakirəsi gedir də. Birinci oxunuşda Milli Məclisdə qəbul olunub, vəsait ayrılır, amma hələ təəssüflər olsun ki, bəzi qeyri-hökumət təşkilatlarının fəaliyyətində formallıq, yəni müşahidə olunur. Vəsait ayrılır, amma o keçirilən tədbirlərin mənim yanaşmam ondan ibarətdir ki, effektivlik dərəcəsi o qədər də yüksək deyil. Mən hesab edirəm ki, o vəsait daha yaxşı olardı ki, media sahəsinə ayrılsın. Mən açığını deyim ki,
Bugün yeri gəlmişkən D8 media forumu da keçirilib Azərbaycanda. Yəni bilirsiniz, bu internet media bu günləri, yəni 20-ci əsrdə kifayət qədər. Mən çap mediasını da tərəfdarıyam, amma eyni zamanda internet mediası ilə də bağlı xeyli müzakirələr oldu, amma mən internet mediası ilə bağlı vəsaitlərin ayrılmasının şahidi olmadım. Yəni Medianın İnkişaf Agentliyi tərəfindən. Ayrılır, hətta artırıblar bu dəfə. 3000-dən 5000-ə qaldırıblar. Saytlara. Bəli, saytlara. Sayt. Bəli. Olsun. Yəni mən yenə də deyirəm, qeyri-hökumət təşkilatları bəzən tədbirlər keçirirlər. Biz sosial şəbəkə üzərindən görürük, hansısa rayonda, hansısa bölgədə tədbir keçirilir. Amma mən hesab edirəm ki, mediaya vəsait, yəni ora ayrılan vəsaitin müəyyən hissəsi daha çox mediaya yönəldilsə daha yaxşı olar. Yəni bu məsələnin bu hissəsi. Gələk sualımız. Mərkəzi Asiya dövlətlərinin Məşvərət Məclisində Azərbaycanın təmsil olunmasına mən düzünü desəm baxdım. Rus deməli kanallarında biraz özünə məxsus reaksiya var idi. Yəni Mərkəzi Asiya dövlətləri təkcə özləri deyil, o cümlədən Azərbaycanı da bu prosesə qatırlar. Azərbaycan da artıq bu prosesin içindədir. Belə bir, yəni bu istiqamətdə məlumatlarla rastlaşdım. Əslində qalsa bu çox yaxşı haldır. Yəni Azərbaycan da Mərkəzi Asiya dövlətləri ilə birisi Türk dilli dövlətlərinin əməkdaşlıq təşkilatı idi də, səhv eləmirəmsə. Yəni bu istiqamətdə xeyli canlanma var. Bu prosesi biraz gözdən salmaq niyyətləri hiss olunur. Hiss olunur ki, bəzi dövlətlərin, elə dövlətlər deyən yerdə elə başda Rusiya Federasiyası olsun, o qədər də xoşhal deyirlər. Yəni bu Türkiyənin patronajlığı altında. İndi biz burada Pənah bəy də dedi, Azərbaycan orada təmsil olunsa da, mənə elə gəlir ki, növbəti mərhələlərdə Türkiyədə yəqin ki, o prosesi belə deyək də, müəyyən mərhələdə qoşula bilər və yəqin ki, qoşulacaq. Mən belə təxmin eləyirəm, belə düşünürəm. 100% də olmasa, ən azından Azərbaycanın orada təmsilçiliyi, mən hesab edirəm ki, Türkiyənin təmsilçiliyidir. Həm də Mərkəzi Asiya dövlətləri artıq son vaxtlar bu Vaşinqtonda yadınıza gəlir də, yəni ötən həftələrdə çox belə bir indiyə qədər tarixdə görünməmiş bir Trumpla bir görüş keçirdilər. Mərkəzi Asiya dövlətlərinin başçıları, birinci şəxsləri. Ötən həftələrdə oldu da, səhv eləmirəmsə. Yəni belə bir, yəni valla indiyə qədər mən belə bir summit mi deyim, belə bir forma heç görməmişdim. Yəni bütün Mərkəzi Asiya dövlət başçılarının Amerikada bir yerdə müzakirələri, bir yerdə verilən qərarlar. Çünki əvvəllər bu və ya digər şəkildə ehtiyat eləyirdilər. Yəni bir araya gəlməyə ehtiyat eləyirdilər. Amma son vaxtlar görürəm ki, çox rahat şəkildə, hətta biraz qəribə səslənsə də Türkmənistan da bu prosesin içində var, Tacikistan da var, indi Özbəkistanla Qazaxıstanı biz bilirdik. Qırğızistan da indi son vaxtlar bu Sapar Japarovun deməli rəhbərliyi altında bəzi qərarlar verirlər. Amma bu prosesə Tacikistanla, tutaq ki, Türkmenistanın da aktiv şəkildə iştirakı şəxsən mənim üçün bir qədər yəni gözlənilməz oldu. Amma olsun, yəni biz bilirik ki, dünyada son vaxtlar çox maraqlı proseslər gedir. Hələ gedəcək. Mən düşünürəm ki, qarşıdakı, yəni növbəti ildə də ola bilsin, o biz deyirik, necə deyirik, biz şəkillənmə gedir də, dünyanın yenidən şəkillənməsi prosesi gedir. Ola bilsin ki, yəni Mərkəzi Asiya dövlətləri də yəni bu şəkillənmənin müəyyən bir hissəsində önəm alacaqlar. Çünki görünən odur ki, dəstək var, yəni onların apardığı işə dəstək var, maliyyə dəstəyi söz verilib, müəyyən yəni projelər yəqin ki, növbəti illərə saxlanılır. Belə təxmin edirəm. Ona görə də Azərbaycanın da bu proseslərin içərisində olması müsbət haldır. Yəni Azərbaycan zaten elə Türkiyə ilə, mən biraz hərbi sahəni götürsəm, Azərbaycan, Türkiyə, Gürcüstan, indi son vaxtlar Azərbaycanın Orta Asiya Respublikaları ilə xüsusən hərbi sahədə sıx əməkdaşlığı, Qazaxıstandır,
Qırğızıstandır, sonra Özbəkistandır. Yəni biz bunu görürük də. Yəni son vaxtlar daha çox gözə nəzər çarpacaq dərəcədə yəni aktivlik müşahidə olunur. Olsun, yəni iqtisadi sahədə də, hərbi sahədə, hərbi texniki sahədə də yəni əməkdaşlığın genişlənməsi mən hesab edirəm ki, bu region üçün daha yəni önəmli gələcək vəd edir. Buyurun, Turab bəy. Əlbəttə ki, Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əslində o Türkistan coğrafiyasıdır. Yəni Türkistan coğrafiyasının iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafı öz-özlüyündə müsbət bir haldır. Yəni əslində bizim belə əlaqələrimiz tarixən mövcuddur, min illərlə mövcuddur. Amma indi biz bunu bir də növbəti siyasi mərhələ keçirməyə çalışırıq, inteqrasiya mərhələsinə hətta çıxarmağa çalışırıq. Həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, Pənah bəy dediyi kimi, həm Mərkəzi Asiya ölkələri rəhbərlərinin sammitində və s. Bax, Üzeyir bəy vurğuladı. Hətta bu, məndə olan məlumata görə sonuncu ABŞ-da, Mərkəzi Asiya ölkələri ilə olan 5+1 formatda Azərbaycan prezidenti də dəvət olunmalıymış. Sadəcə son anda düşünüblər ki, əgər Qafqazdan bir ölkə olsa, digər ölkələri dəvət eləmək ehtiyacı yaranarmı? Xüsusilə Trumpın Azərbaycan-Ermənistan münaqişəsindəki aktiv rolunu nəzərə alsaq. Ona görə də bu görüş Mərkəzi Asiya ölkələri ilə 5+1 formatı öz çərçivəsindən çıxar deyə ən son anda o yəni məsləhət görülməmişdi. Ancaq belə bir ideya vardı və belə bir təklif vardı. Yəni bu faktiki olaraq Azərbaycan bu ölkələrlə iki tərəfli, üç tərəfli və çox tərəfli formatda olan əlaqələrin göstəricisidir. Yəni bizim ayrı-ayrı biz Özbəkistanla, Qırğızıstanla investisiya fondlarımız var, ortaq investisiya fondlarımız var, ortaq dövlət layihələrimiz var. Hazırda Azərbaycan Dövlət Neft Şirkəti Özbəkistanda qaz yatağı üzərində işləyir. Qaz yatağı artıq kəşf olunub, böyük qaz yataqları, birgə istismar ilə bağlı məsələlər var. Türkmənistanla ən azından dostluq yatağı ilə bağlı ortaq layihələri var. Əgər gələcəkdə mane olunmazsa, Transxəzər qaz kəməri var və s. məsələlər var. Qazaxıstanla yenə Azərbaycan xüsusi lojistik mərkəzimiz var. Bizim Aktauda Qazaxıstanla xüsusi strateji münasibətlər var. Eyni zamanda orta dəhliz, yəni Çin ilə Avropa İttifaqı arasındakı əsas mal və xidmətlərin daşınması Orta Asiya və Türkiyə üzərindən, yenə Qazaxıstan və Türkmənistan üzərindən həyata keçiriləcək Azərbaycanla birlikdə. Mərkəzi Asiyanın çox böyük resursları var. Məsələn, bu çox dilləndirilmir bəlkə də, Mərkəzi Asiyanın ən əhəmiyyətli resurslarından biri də uran filizidir. Hal-hazırda xüsusilə Nigerdən qovulduqdan sonra Fransa elektrik istehsalının 80-90%-dən çoxu atom elektrik stansiyalarının payına düşür. Və onun cəmi 10% Afrikadan gəlirdi, 90% Rusiya üzərindən gəlirdi. Və Fransa Afrikadan qovulduqdan sonra 100% uran filizində Rusiyadan asılı vəziyyətə düşüb. Və həmin zənginləşmiş uran sadəcə üçdə biri sadəcə sanksiya qoyulmayan sahədir. Bəli, sadəcə üçdə biri Rusiyanın özündə istehsal olunur. Üçdə biri Özbəkistan, üçdə biri isə Qazaxıstanda emal olunur. Eyni şəkildə də Britaniya bu yaxınlarda etiraf eləmişdi ki, o sanksiyalara baxmayaraq alımı davam etdi. Yəni bütün bu daşımalar aydın məsələdə Rusiya üzərindən edilə bilməz, Rusiya ilə münasibətlər bəllidir. İranla belə bir uran daşınması çox təhlükəli bir mövzular əlbəttə. Yəni bunlar da Azərbaycan üzərindən olmalıdır. Yəni Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ən strateji məqamlarda çox tərəfli münasibətlər var və bura mən Türkiyə və digər ölkələrlə münasibətləri də qatardım. Çünki faktiki olaraq biz təkcə burada Türk ölkələri yox, Azərbaycan Pakistanla və Əfqanistanla da strateji münasibətlər var. Dəmir yol xəttlərinin çəkilməsi, fibr optik xəttlərin çəkilməsi, elektrik şəbəkələrinin Mərkəzi Asiya ilə birləşdirilməsi, Xəzər dənizinin altından elektrik kabellərinin və fibr optik xəttlərin çəkilməsi və s. layihələr var. Eyni şəkildə Qara dənizdə. Yəni burada artıq Türk dövlətlərinin aşan yeni bir birliyə doğru belə deyək, addım atılır və burada Azərbaycan mərkəzi rol oynamalıdır. Ancaq mən yenə də Pənah bəyin fikirlə razıyam ki, bu 5+ formatına Azərbaycan qoşulması bu birliyin hansı şəkildə Türkiyənin maraqlı olduğu və Azərbaycanın maraqlı olduğu eyni zamanda Türk Dövlətləri Təşkilatına qarşı qoyulması mənasına gəlməməlidir. Çünki bəzi hallarda görünür ki, bu cür cəhdlər var. Məsələn, xüsusilə Çin özü 5+1 formatda maraqlıdır. Rusiya özü bu şəkildə görüşlər keçirir. Avropa İttifaqı həm ittifaq şəklində, həm ayrı-ayrı Fransa və Almaniya şəklində bu görüşləri keçirir. Britaniya keçirir və çox qəribədir ki, bilirsiniz, bu görüşlərin birində Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində hətta Şimali Kiprə qarşı, Kuzey Kıbrıs Türk Cümhuriyyətinə qarşı müəyyən maddələr qoyulmuşdu. Yəni
görünür ki, bu birlikdən, Mərkəzi Ölkələrin Birliyindən bəzən Türkiyəyə qarşı istifadə etmək meylləri də var. Və düşünürəm ki, Azərbaycan və Türkiyə çalışmalı ki, maksimum şəkildə Mərkəzi Asiya ölkələrinin investisiyaya və sərmayələrə olan acılığı, eyni zamanda xarici bazarlara çıxma istəkləri Azərbaycan və Türkiyənin geopolitik rəqibləri və ya bizim əleyhimizə çalışan qüvvələr tərəfindən istismar olunması. Bəli, deməli bizim mövzularımız çox Mən üzr istəyirəm o. Mən sizə elə qısaca o sizin QET-lərin o məlum görüşünə mən diqqət cəlb eləyim. Biz yumşaq gücün 23-cü ildə gördük təsirini, yəni antiterror əməliyyatından əvvəl bizim Azərbaycan qeyri-hökumət təşkilatlarının Laçın koridorundakı o çox aylıq aksiyasının hansı nəticələrlə olduğunu indi bunun üzərində geniş dayanır. Mən hesab eləməli 23-cü ildəki o demək prosesin qələbənin içində QHT-lər xətti ilə aparılan işin çox mühüm əhəmiyyəti oldu. O baxımdan bu yumşaq gücün biz Türk dövlətlərinin hərbi ortaq gücünün formalaşmasından danışırıq. Ortaq iqtisadi məkan, ortaq informasiya məkanı, ortaq hüquqi məkan, maliyyə məkanı və sair kimi məsələlər var. Məncə çox mühüm məsələlərdən biri bu tədbir də yəqin ki, onun bir tərkib hissəsidir. Ortaq yumşaq gücün formalaşmasından gedir. Yəni bax bu QHT-lərin müəyyən konkret ideolojiyaya əsaslanan dəyərlərə, ideoloji deməyək, müəyyən dəyərləri özündə əks etdirən bir yumşaq gücün formalaşdırılması prosesi istiqamətində bir adım. Əgər belə deyilsə də belə yəqin ki, olmalıdır. Mən çox istəyərdim ki, indi tərkib məlum deyil, bəlkə də bu istiqamətdə də müəyyən iş görülüb. Bu Rusiyada yaşayan Türk muxtar dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının təmsilçisi, qonaq məşvərətçi səslə məsələn, qonaq sifəti ilə müşahidəçi qismində. Hətta mən bu qədər qəribə görünə bilər. Bax, Ermənistan və Gürcüstan demək, qeyri-hökumət təşkilatlarının da hansısa razılıq verə bilən nümayəndələrinin qonaq qismində, müşahidəçi qismində olsa belə bu cür tədbirlərdə iştirakını çox vacib hesab edirəm və o bütün bu regionda ki, gedir faktiki yenidən formatlaşma gedir, bütün sahələr üzrə bu yumşaq güc bəzi məqamlarda hətta həlledici rol oynaya bilər. Müəyyən məqamlarda o baxımdan olduqca mühüm sahədir və bu cəhətdən də Azərbaycan qeyri-hökumət təşkilatlarının da möhkəm, həqiqətən özü yetərli, yəni yalnız deyək ki, yəni və tanınan müstəqil qeyri-hökumət təşkilatlarının formalaşdırılması da çox mühüm istiqamətlərdən biridir. Deməli, əziz dostlar, dəyərli izləyicilər, verilişimiz davam edir. Sizdən yayımı bəyənib paylaşmağınızı xahiş edirəm. Rusiya-Ukrayna müharibəsi 1367 gündür ki, davam edir və bu müharibə ilə bağlı ciddi məlumatlar var. Bunlardan biri isə Azərbaycanla bağlıdır. Mən istəyirəm bunu məlumatı həm sizin, həm tamaşaçılarımızın diqqətinə çatdırım. Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu ölkənin Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin ilə görüşüb. Deməli, görüş zamanı Azərbaycan tərəfindən ölkənin diplomatik nümayəndəliyinin Kiyevdəki binalarına, əmlakına və ərazisinə dəyən ziyanla bağlı 14 noyabr tarixli müraciətinin Rusiyanın səlahiyyətli qurumları tərəfindən diqqətlə araşdırıldığı bildirilib. Məlumata görə Rusiya tərəfi baş vermiş hadisə ilə bağlı təəssüfünü ifadə edib. Eyni zamanda mövcud məlumatların nəzərdən keçirilməsi nəticəsində müəyyən edilib ki, Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəlik kompleksinə dəyən ziyan çox güman ki, Ukrayna silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin düzgün işləməməsi və Patriot raketinin zərbəsi nəticəsində baş verib. Azərbaycan tərəfinə bir daha bildirilib ki, xüsusi hərbi əməliyyat zamanı Rusiya silahlı qüvvələri qanuni hərbi hədəflərə, o cümlədən Kiyevdə yerləşən obyektlərə də daxil olmaqla Ukrayna müdafiə sənayesi obyektlərinə zərbələri endirir. Zərbələr planlaşdırılarkən mülki şəxslərə zərər dəyməməsi üçün döyüş məlumatları diqqətlə öyrənilir və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi yerlər nəzərə alınır. Bu kontekstdə Azərbaycanın Ukraynadakı obyektlərinə qarşı iddia edilən məqsədli raket zərbələrinin həqiqətə uyğun olmadığı vurğulanıb Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bundan başqa görüş zamanı iki tərəfli iqtisadi əməkdaşlığın inkişafında əldə edilən uğurlar, eləcə də mədəni və humanitar əlaqələrin tam bərpasının vacibliyi qeyd edilibdir. Və Üzeyir müəllim, burada sizinlə davam etmək istəyirəm. Eyni zamanda daha bir məlumat da var ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov istifaya göndəriləcəyindən qorxduğu üçün Kupianskın işğal edilməsini Prezident Vladimir Putinə məruz edib. Bu barədə Rusiyanın Kremlyovskaya Tabakerka telegram kanalı məlumat yayıbdır.
və Trumpın da bir 28 bəndlik bir şərti var. Buyurun. Ondan başlamaq istəyirəm ki, təəccüblü heç nə yoxdur. Yəni Rusiyanın Xarici İşlər Nazirinin müavini Mixail Galuzinin Azərbaycan səfirinə söylədiyi cəfəngiya, yəni həqiqətdən uzaq, ay nə bilim Patriot raketi belə gəldi. Göz qabağında İskəndərlə vurulmuş, yəni ərazi və onun qalıqlarıdır. Patriotun orada hansı elementlərin gördü ki, həmin o Galuzin. Bu növbəti Rus həyasızlığıdır. Mən bunu başqa cürə dəyərləndirmirəm. Mən hər zaman demişəm ki, bunlar Malayziya təyyarəsini vurublar illər öncə. Beynəlxalq məhkəmə hətta qərar çıxarıb, bunlar bunu tanımaq istəmirlər. İndi gələn ayın 25-də bizim mülki təyyarənin vurulmasının 1 illiyidir. Hər şey ortada olduğu halda bunlar hələ də məsələni çox təəssüflər olsun ki, Qazaxıstanın da burada biraz anlaşılmayan mövqeyi var. Qazaxıstan Baş Nazirinin müavini Bazumbayevin bir bəyanatı oldu ki, biz bu məsələni 2026-cı ilin əvvəlində böyük ehtimalla bu açıqlayacaqlar. Hərçənd ki, ötən günlərdə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrykin bir bəyanat verdi ki, artıq istintaq başa çatıb. Bu bir. İkincisi, deməli, Gerasimovla bağlı. Valla nə deyim, əgər bir ölkənin prezidenti yalan danışırsa, nədən onun başqa rəisi yalan deməsin? Neçə dəfə belə yalan məlumatlar veriblər, ay nə bilim, filan şəhər alınıb, faktiki olaraq elə Rus telegram kanalları dəfələrlə bəyan eləyiblər ki, hələ o ərazi tam da olmasa, Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Bu Kupianskdan söhbət gedir. Kupiansk mən bugün, yəni səhər saatlarında baxdım, elə Rus telegram kanalları özləri deyirlər ki, yəni baxmayaraq ki, dünən yenə də Cahan Şümül Putin deməli hərbi formanı geyinib hərbiçilərə nəysə yenə də öyüd nəsihət verirdi. Amma Rusiya ordusunun yəni tupika dirənmiş bir vəziyyətdədir. İstər Pokrovsk olsun, istər Kupiansk olsun, istərsə də digər ərazilərlə bağlı. Yəni bir il yarımdır, bir ilə yaxındır, səhv eləmirəmsə, böyük bir ordu bir şəhəri nəzarət altına, tam şəkildə nəzarət altına ala bilmir. Bu həmin ölkədir ki, öz ərazisində yəni Kurskdan söhbət gedir. Yadınıza gəlirsə, Ukrayna Silahlı Qüvvələri uzun müddət, yəni Kursk vilayətində böyük bir ərazini öz nəzarəti altında saxlamışdılar və bir neçə dəfə Təhlükəsizlik Şurasının iclaslarında bəyan edirdilər ki, biz bugün sabah düşməni sıxışdırıb çıxardacağıq, nə bilim mühasirəyə alacağıq. Hələ Putin öz dili ilə ötən həftələrdə idi. Yadınıza gəlirsə, deməli, hətta Amerika prezidentinə müraciət edirdi ki, bu mühasirədə olan, 10 minlərlə mühasirədə olan, xatırlayırsınızsa, ötən həftələrdə idi də. Yəni, Ukrayna ordusu mühasirəyə alınıb. Nə oldu o 10 min mühasirəyə alınmış ordunun, belə deyək də, aqibəti? Əlbəttə ki, yalan idi. Ona görə sizə sözünüzə qüvvət bu məlumat var. Trumpın bu 28 bəndi ilə bağlı. Deməli, Vladimir Zelenski Fransa, Almaniya və Birləşmiş Krallıq liderləri ilə görüş keçirib. Bloomberg Almaniya hökumətinin bəyanatına istinadən xəbər verir ki, Ukrayna və Avropa müttəfiqləri ABŞ sülh planının əsas bəndlərini rədd ediblər. Müttəfiqlər elan ediblər ki, Ukrayna ordusu ölkənin suverenliyini müdafiə etmək qabiliyyətini saxlamalı və hazırki təmas xəttinin istənilən sülh danışıqları üçün başlanğıc nöqtəsi olmalıdır. İndi o məsələyə də mən bir-iki cümlə ilə fikrimi bildirərəm. Bir sözlə, yəni Gerasimovla bağlı birisi son günlər, ümumiyyətlə Gerasimovla hələ Şayqu, Müdafiə Nazirliyinin rəhbərliyində olan korrupsiyaya görə cavabdehlik daşıyırlar. Timur İvanov yadınıza gəlir də, Şayqunun müavini, yəni həbs olundu. Sonra Borisova idi, səhv eləmirəmsə, Şayqunun hələ Fövqəladə Hallar Nazirliyindən özü ilə gətirdiyi, ordu generalı rütbəsinə qədər qaldırdığı xanım. Yəni orada çox böyük biabırçılıqlar var, yəni Rusiya ordusunun rəhbərliyində. Ona görə Gerasimovla bağlı, Gerasimovu artıq məsxərəyə qoyurlar. O, bilirsiniz də, Turgenevin mumudur da, səhv eləmirəmsə, onu lağlağa obyektinə çeviriblər. Həm də son günlər Gerasimovun vurulacağı ilə bağlı xəbərlər ciddiləşir. Onun o
məşuqəsi ilə bağlı, sonra onun avtomobilləri ilə bağlı, sonra mülkləri ilə bağlı məsələləri ictimailəşib. İndi qayıdıram o Trumpın 28 bənddən ibarət olunan bir sənədi. Doğrudan da o sənəd rüsvayçı bir sənəddir. Yəni o sənəd heç bir halda tam şəkildə Ukrayna tərəfindən qəbul oluna bilməz. Artıq dünənləri Kaya Kallas bir də digər Avropa rəsmiləri, yəni o sənədin Avropa ümumiyyətlə, yəni dövlətlərinin hansısa bir rəsmisinin o sənədin hazırlanmasıyla bağlı iştirakı olmadığını bəyan elədilər. Həm də ki, o sülh, yəni sülhə xidmət edəcək sənədin Avropa İttifaqının və rəsmi Kiyevin iştirakı ilə, yəni qəbul olunacağı təqdirdə, yəni o sənəd belə deyək də qəbul oluna biləcək mesajını verdilər. Həm də o sənəddə absurd, yəni Rusiyanın bir növ elə bil ki, Kiril Dmitriyevdə, səhv eləmirəmsə, orada o Putinin nümayəndəsi, hansı ki, Uitkovla bir yerdə o sənədi hazırlayıblar. Sanki o bir nəfər kənardan diktə edə-edə, yəni o sənədin bəndləri hazırlanıb. Yenə də deyirəm, indi dünəndən deyirlər ki, Zelenski həmin sənədin müzakirəsinə razılıq verib. Müzakirəsinə razılıq vermək hələ o sənədin qəbul olunması anlamında deyil. Yəni bir var ki, sənədi ümumiyyətlə rədd eləyəsən, bir də var ki, bənd və bənd müzakirə olunacaq və orada Ukrayna Silahlı Qüvvələrinin yarıbayarı azaldılmasıdır, Rus dilinin dövlət dili, ikinci dövlət dili olması məsələsidir. Sonra orada deməli, öz din qardaşlarının ölümünə razılıq verən, fətva verən Kirilin idarəsinin Ukrayna ərazisində Rus Pravoslav kilsəsidir də, yəni onun fəaliyyətinin tam şəkildə belə deyək də imkanlar yaradılması digər məsələ. Orada o qədər absurd məsələlər var. Həm də ki, Ukraynanın belə deyək də əzəli ərazilərinin Krımda daxil olmaqla deməli Rusiyaya peşkəş olunması və bu da Ukrayna tərəfindən qəbul olunması. Mümkündürmü? Əlbəttə ki, mümkün deyil. Yəni, bir cümlə ilə deyim, elə Zelenskinin Türkiyə prezidenti ilə görüşü də, yəni bütün bu məsələlərə bir növ nöqtə qoymaq üçün baş tutan görüşlərdən biri idi. Erdoğan da dedi ki, Ukraynanın və Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir. Turab bəy, qısa xahiş edirəm, siz də fikirlərinizi bildirin bu mövzuna, çünki başqa mövzumuz da var. Ben Üzeyir bəy dedi, bu sülh planı təklif olunub, bu qəbul ediləcəkmi, edilməyəcəkmi öz mübahisəlidir. Ancaq ortada bir reallıq var ki, hazırda cəbhə xəttində Ukrayna Rusiyanın irəliləyişini dayandıra bilmir. Yəni istənilən halda kənd-kənddə olsa, qəsəbə-qəsəbə olsa Rusiya irəliləyir və ABŞ Ukraynaya bütün silah və maliyyə yardımlarını dayandırıb. Böyle bir təzyiq mexanizmidir. Mən əslində Ukraynada son günlərdə xüsusilə geniş vüsət alan bu korrupsiya əməliyyatlarının da sırf bununla bağlı olduğunu düşünürəm. Necə ki, xatırlayırsınız, bir neçə ay əvvəl Zelenskinin ilk sülh təklifi edilərkən bununla razılaşmamışdı və bu əməliyyatların ilkin mərhələsi başladı. İndi isə yenə əsas sülh təklifi var və böyük ehtimal Zelenski bunun ətrafındakiləri təzyiq üsulu kimi məhz hakimiyyət və hakimiyyətin ortaqlarının və yaxud fərqli vəzifəli şəxslərin bu korrupsiya əməlləri ümumi ictimai müzakirəyə çıxarıldı. Düşünürəm ki, burada Ukraynaya çox böyük təzyiq var ki, Ukrayna bu sülhü qəbul eləsin. Amma digər tərəfdən mən Üzeyir bəylə razıyam ki, əslində Ukraynanın orada hətta çox kiçik bir detal kimi görünə bilər ki, məsələn, Donetsk və Luganskın qalan ərazisinin Rusiyaya qaytarılması əslində həmin ərazi artıq 10 ildir müdafiə olunan böyük bir istehkamdır. Yəni o istehkamların müdafiə qalasının, hansı ki Rusiya orada çox çətin çəkir, Rusiyaya verilməsi gələcəkdə olası potensial bir müharibədə artıq Ukraynanın müdafiəsiz qalması deməkdir. Buna görə də Ukrayna tərəfində çox böyük etirazlar var. Bir də burada maraqlı bir məqam var ki, burada ABŞ sadəcə Rusiyanı, Ukraynanı və özünü nəzərə alıb. Yəni Trump burada ən çox ABŞ-ın maraqlarını nəzərə alıb. Amma münaqişənin əsas tərəfləri olan Avropa dövlətləri nəzərə alınmayıb. Yəni burada nə Britaniyanın, nə Fransanın, nə Almaniyanın maraqları nəzərə alınmayıb. Bu ölkələr də məhz ona görə Ukraynaya müharibəni davam etdirməklə bağlı belə bir reaksiya veriblər. Eyni zamanda Türkiyənin mövqeyi ilə bağlı, bunu demək olar ki, Türkiyə hər nə qədər Rusiyaya qarşı sanksiyalar qoşulmayıb, hər nə qədər Rusiya ilə əməkdaşlıq davam elətdirsə də,
Türkiyə qəti şəkildə Rusiyanın Qara Dəniz sahilinin artmasını və Qara Dənizdə aparıcı gücə çevrilməsini istəmir. Çünki Türkiyənin Qara Dənizdə əsas rəqibi məsələ Rusiyadır belə deyək. Və indiki halda Krımın Rusiyanın tərkibinə keçirməsi və iki regionun keçməsi dolayı yolla faktiki olaraq Rusiyanın Qara Dənizdə yenidən hegemon gücə çevrilməsinə səbəb ola bilər. Düşünürəm ki, Ərdoğanın məhz Ukraynanın təhlükəsizliyi ilə bağlı verdiyi ifadələr həm də Rusiyanın Qara Dənizdə həddindən artıq güclənməsinə qarşı verilmiş bir çıxışdır belə deyək. Bəli, buyurun Pənah. Mən ümumiyyətlə bu Qaluzinin bu geniş açıqlaması məncə heç oxumağa dəyməzdi. Mətbuat dərc edib. Çünki Erbənin də dediyi kimi tamamilə qeyri-səmimi və həyasız bir açıqlamadır. Bu birinci dəfə olsaydı, burada hansısa bir patriotun və sairədən danışır. Bu neçənci dəfədir bizim səfirliyə Kiyevə hücum zamanı Rus raketlərinin zərbələrinə məruz qalması. Sokarın obyektləri. İkincisi Odessada o terminalların dağıdılması, o Avropadan gələn boru kəməri dağıdılması, Kremenchukda neft emalı zavodunun dağıdılması. Bunlar göstərir ki, məqsədli hədəflər var. Yəni bu təsadüfən, yəni başqa hansı Kiyevdə səfirlik bu cür hücuma məruz qalıb bu şəkildə heç biri. O baxımdan da əlbəttə ki, bu inandırıcı deyil və bizi də qane eləyə bilməz. Bu işin bir tərəfi. Bu Trump'ın 28 maddəlik doğrudur, bu gün yeni informasiyalar gəlməyə başladı. Bu əlavələrin buraya edilməsi, hansısa maddələrin çıxardılması, 5-ci maddəyə uyğun NATO'nun müdafiə demək təminatın verilməsi barədə güya oradan yeni müddəalar daxil edilir və s. Amma mən bilmirəm, bəlkə orada deyilir ki, bu sülh planıdır, yoxsa Ukraynanın təslim planı. Bu açıqcası yəni bu Ukraynanın təslim planına daha çox yaxın olan bir məsələdir və bu baş tutarsa ki, bunun baş tutması ehtimalı hələ ki real görünmür bu şəkildə konkret. Bu baş tutarsa nə ola bilər? Məncə bu daha böyük bir fəlakətə doğru sadəcə bir paus ola bilər. Təkcə söhbət qərb istiqamətindən, Avropadan getmir. Orada daha çox Avropanın təhlükəsizliyi məsələsi də deyilir, danışılır. Söhbət Rusiya gücünün o indiki o müasir terminlərdən desək, demək alqoritm şəklində demək olar ki, mövcud olan, daim qərbə olan hücumdan sonra, istər uğurlu, uğursuz hücumdan sonra Rusiyanın cənub istiqamətində biz demək ekspansionist baskılarını və hücumlarını, o cümlədən müharibələrini müşahidə etmişik son 300 il ərzində dəfələrlə. Və o baxımdan da istər Orta Asiya haqqında danışdığımız, bu yuxarıda bu söhbətin əvvəlində danışdığımız, istər Türk Dövlətləri Təşkilatına daxil olan məkan, istər Cənubi Qafqaz, son dövrdə Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan əleyhinə növbəti ciddi hədələr məsələsini yada salaq. Yəni, sonradan Rusiyanın bu gücünün, imperialist, ekspansionist gücünün demək, Cənubi Qafqaz daxil cənubə doğru dönməsinin heç kəs qarantisini vermir. Bu baxımdan da bu bizi ciddi şəkildə məşğul edən və həyəcanlandıran, narahat edən bir şübhəsiz ki, məsələdir. Mən dünən Türkiyə Prezidentinin açıqlamasını bu kontekstdə dəyərləndirirəm ki, faktiki olaraq əgər bu proses bu şəkildə Rusiya məğlub olmadan və yaxud qalib və yaxud məğlub olmadan bu prosesi qutaracaqsa, növbəti Rusiya demək mənim fikrimcə demək münaqişə yaradan və xalqlar üçün təhdid olan demək xəttinin davam etdirilməsinin biz şahid ola bilərik. O baxımdan Avropanın, Amerika Birləşmiş Ştatlarında da Trump komandasının özünə daxil olan senator, konqresmen tipli siyasətçilər daxil bu planın neqativ məsələsinin də münasibətinin də səbəbi bundan ibarətdir. Mənim fikrimcə Azərbaycan hökuməti də əlbəttə ki, çox həssas bir məsələdir və bizim bu proseslərdə necə deyərlər, demək, lüzumsuz bəlkə də fəallığımız zərər vura bilər. Əlbəttə ki, biz bunu nəzərə alırıq, amma indi gözləyək bu prosesin müəyyən məqamında məncə bu nizama salon məsələlərini Azərbaycan tərəfində, Türk Dövlətləri Birliyi ilə birlikdəmi, müstəqilmi, Cənubi Qafqazın deməli və Orta Asiya respublikalarının, dövlətlərinin də müstəqil münasibət bildirməsinə məncə ehtiyac var. Çünki bir daha təkrar edirəm, söhbət təkcə Ukrayna, Pribaltika və yaxud qərb istiqaməti deyil. Bu məsələləri bizsiz, bizim də təhlükəsizliyimiz təminatı olmadan nizamlanması yol verilməzdir.
mənim fikrimcə və bu istiqamətdə ən belə təxirə salmadan bu dövlətlərin də diplomatik istiqamətdə və digər başqa mümkün istiqamətlər hərəkətə keçməlidir. Əziz dostlar, dəyərli izləyicilər, verilişimiz davam edir. Yayımı bəyənib paylaşarsınız. Mən istəyirəm daxili məsələləri müzakirə edək. Üzeyir müəllim, bilirsiniz ki, büdcə müzakirələri davam edir. Elə ona görə plenar iclas olduğuna görə biz Milli Məclisdən deputat dəvət edə bilmədik ki, mən çox istəyərdim ki, oradan da kimsə burada olsun və əsas ciddi məsələləri müzakirə edək. Daxili bahalaşma, insanların sosial rifahı, belə ki, Qüdrət Həsənquliyevdən bir açıqlama var ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti xeyli artıb, keyfiyyətli ət və ərzaq məhsulları az təminatlı əhali üçün əlçatmaz olub, əhalinin sosial vəziyyətində ciddi problemlər var və bunu görməzdən gəlmək düzgün deyil. Siz necə düşünürsünüz Üzeyir müəllim? Bax, son bu büdcə müzakirələri əhalinin gerçəkdən də sosial vəziyyətinin ciddi şəkildə belə deyək, pis vəziyyətə qalması, yəni hamı sussun, hamımız susaq, yaxşı danışmayaq, hamımızın ağzını bağlayın. Kim danışacaq bundan? Kim deyəcək bu millətin dərdini? Deməli, biz hərbiçi də olsaq, ehtiyatda da olsaq, Azərbaycanda yaşayırıq və ətrafda baş verənləri görürük və onu öz üzərimizdə hiss edirik. Bahalığa gələndə, Zahir bəy, ümumiyyətlə, mən sizə deyim ki, son vaxtlar monopolistlər biraz da belə deyək də həvəsə gəliblər. Əlləri qolları açılıb. Bəli, gələn ildə indi dünən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri pensiyaların artımı ilə bağlı müəyyən fikir səsləndirən kimi artıq əmin olun ki, dekabr ayına mütləq mənada bəzi ərzaqların qiyməti yenə də qaldırılacaq. Necə ki, kommunalla bağlı artıq fikirlər səsləndirilir. Mən yeri gəlmişəm buradan bir daha səslənirəm. Yəni yadınıza gəlir, ötən aylarda belə bir fikir səsləndirildi ki, Bakı metropoliteni, yəni hər adam başına daşınma ilə bağlı da qiymətlərdə sən demə şişirtməyə yol vermişdi. Yadınıza gəlirsə, belə bir fikir də keçdi mətbuatdan. O məsələ elə belə də qaldı. İndi yenə də eşidirik ki, dotasiya istəyirlər, yenə də dəstəklənmə istəyirlər. Çox rahat şəkildə baxın, avtobus və metronun qiymətini qaldırdılar. Artıq baxın, deməli, növbəti ilin sonuna gəlib çatırıq. Yenə də nə tələbələrlə bağlı bir güzəşt var, nə də pensionerlərlə bağlı heç bir güzəşt haqqında düşünmürlər. Nə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yer gəlmişi bu gün ayının 21-idir. Təsəvvür edin ki, bu günləri ölkə üzrə pensiyaları yekunlaşdırıblar. Pənah bəy var, keçmiş baş nazir kimi. Pənah bəy, bu indiki nə Maliyyə Nazirinə, nə də Əmək və Əhalinin Sosial Müdafiəsinin nazirinə izah edib başa salma mümkün deyil ki, pensioner artıq bu qazandığı puldur da. Yəni bu ay üçün o pensiya onun artıq belə deyək də büdcədə nəzərdə tutulmuş puldur. Düzdür? Bir var ki, insan 30 gün işə getsin, yəni bir ay ərzində ona aylıq məvacib ödənilsin. Bir də var ki, pensiya artıq dövlətin o pensionerlər üçün nəzərdə tutduğu vəsait niyə bir ay pensiya gec verilməlidir? Mən bilirəm, bunun mexanizmi çox rahat şəkildə, yəni o pensiya gecikdirilir, məqsədyönlü şəkildə bu günləri əgər dövlət sosial müdafiə fondu investisiya qoyursa hansısa bir layihəyə, bunun özü belə sual doğurur ki, bu dövlət sosial müdafiə fondunun nə belə deyək də istehsalı var, nə bunun belə deyək də bir görəcəyi işlər var ki, bunlar harasa hələ investisiya qoyur. Artıq əvvəlki Maliyyə Nazirləri vaxtında heç yox idi. İndi yeni keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri, yeni Maliyyə Naziri auksionlar keçirir, dövlət büdcəsindən belə deyək də azad, sərbəst vəsaitləri nə bilim auksionlara buraxır, faizlər verir. Hələ o faizlər varsa, onu çox rahat şəkildə hərbi sahəyə də yönəltmək olardı, keçmiş hərbiçilərə, bizə qələbə yaşadan pensionerlərə. Bəli, qələbə yaşadan orduya və digər. Nəysə, yəni demək istəyirəm, çox təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi də özlərinə düşən işləri lazımi şəkildə görmür. Mən bu günləri deməli Azad İstehlakçılar Birliyinin sədri, hörmətli Eyüp Hüseynovun bir açıqlamasını gördüm ki, bu kalbasaları baxın, görün marketlər doludur ucuz kalbasalarla. Əgər ətin qiyməti qalxırsa, bu kalbasa necə ucuz olur?
Deməli, Nə etidir bilinmir. indi baxın görün, orada at əti də var. Başqa ölkələrdən gətirilmiş aşağı keyfiyyətli ətlər də var. Hansı ki onu bizə yedizdirirlər və biz də sonra necə deyirlər apteklərə və ya da xəstəxanalara mən bu günləri yeri gəlmişkən Zaur bəy sizin verdiyiniz fürsətdən istifadə edib buradan bir daha təbibə və Səhiyyə Nazirliyinə müraciət eləmək istəyirəm. Mən bugün bir neçə saat Respublika Endokrinoloji Mərkəzdə keçirməyə məcbur oldum. Təsəvvür edin ki, rayonlardan insanlar gəlir burada, uzaq yol gəlirlər, saatlarla vaxt sərf eləyirlər. Ya insulini almaq üçün, ya da ki, o boyla bağlı dərman var, xüsusi dərmanlar var. Mən yəni ailə üzvümüzdən biri nəvəmlə bağlı olduğuna görə ona görə getmişdim. Bu biabırçılıqdır. Bu təbiblə Səhiyyə Nazirliyi bu məsələni həll eləməlidir. Şəmkirdən, Qazaxdan, Tovuzdan və ya da Cənubdan insan durub Bakıya gəlməməlidir. Bu dərmanlar çatdırılmalıdır regiondakı o tibb mərkəzlərinə və yaxud da ki, tibb idarələrinə yerlərdə o dərmanlar paylanmalıdır. İnsan gəlib burada, inanın ki, Pənah bəy, bu günləri o videonu mən bayaq Zaur bəyə dedim, təəssüflənirəm ki, mən videonu, o fotonu çəkmədim mən. Mən onu çəkib istəyərdim ki, göstərək, o görsünlər həmin o Vüqar Qurbanovla Teymur Musayev, həm Səhiyyə Naziri, həm də ki, təbibin rəhbərliyi görsün. Belə olmaz axı. Bu təkcə bir dənə Respublika Endokrinoloji Mərkəzindən bağlı deyil. Bütün xəstəxanalarda belədir. İnsanlar rayonlardan, uzaq yerlərdən durub həm cibinin belə deyək də xərci hesabına gəlib burada saatlarla xəstəxanalarda açıq demək istəyirəm ki, təəssüflər olsun ki, o məşhur deyimdə deyildiyi kimi deyəsən toxun acdan xəbəri yoxdur. Ona görə də bu qiymət bahalaşmasıdır. Anti-intisar və nədir o qurumun adı? Yəni prezident yanındadır deyəsən, yəni o qurum, onun fəaliyyəti də heç görünmür. Bu qədər mətbuatda insanlar şikayət eləyirlər ki, baxın elə ötən günlərdə deməli elektron avadanlıqların satışı ilə məşğul olan Kontaktom, bir də ki, Baku Elektroniklə bağlı ən çox şikayətlər bu günləri Kontaktomdandır. Onun bir nəfər tədbir görmür. Onların özbaşınalığı, onların o, belə deyək də, saxta malları Yaponiya istehsalı adı ilə cəmaata satması, özü baha qiymətə satması. Heç kim bu işlərlə məşğul olmur. Niyə? Mediada, ya Reaksiya TV-də və yaxud da ki, çap mediasında əgər bu faktlar varsa, dərhal o məsələlərlə bağlı müəyyən qurumlar üzərinə düşən işləri görməlidir. Bəli. Buyurun Pənah bəy, sizin fikrinizə bax. Bilirsiniz, mən prinsip etibarilə əlbəttə ki, Azərbaycan iqtisadiyyatı karbonhidrogen ehtiyatlara qaz və neft deyək ümumi şəkildə bu asılılıqdan demək qurtulmağa məhkumdur, çünki neft özü qurtarır. Və şübhəsiz ki, bu büdcə bu il, gələn il, 5 ildən sonra nə ilə doldurulacaq məsələsi çox belə həyati bir məsələ kimi dövlətin qarşısında durur. Bu məlum. Lakin mənim müşahidə etdiyim bundan ibarətdir ki, şübhəsiz yenə dünyada bu dövlətin idarəçiliyində də müasir idarəçilik nəzəriyyələrinin, nailiyyətlərindən, o cümlədən menecmentdən, o yəni şirkət idarəçiliyi bir qədər sadə edilənsə metodlarından istifadə eləmək bu qəbul olunmuş bir məsələdir. Amma dövlət şirkət deyil. Dövlət şirkət deyil. Yəni bu əsas götürün. O idarəçilik demək metodlarından istifadə olunmalıdır, amma yalnız bununla dövlət idarə oluna bilməz. O cümlədən iqtisadiyyat idarə oluna bilməz. Təəssüf ki, biz son dövrdə demək ifrat şəkildə bu yanaşmanı görürük. Mən bu çox ciddi problemlərdən biridir. Təəssüf ki, büdcə müzakirələri də qapalı keçirilir sanki. O mənada ki, parlamentimizin mövcud olduğu bu 30... Mən istəyirdim dəvət edeyim, amma plenar iclasdan... 30 yox, söhbət iclasdan getmir. Söhbət ondan ibarətdir ki, mən indi girək hər hansı bir, hətta bizdən qat-qat geri qalmış müəyyən qitələrdəki ölkələrin parlamentlərində onlayn parlament iclasları gedir. BMT-ni mən Avropa təşkilatların, beynəlxalq təşkilatları demirəm, amma Azərbaycan parlamenti 30 ildən yuxarıdır ki, müstəqil dövlətçiliyimiz dövründə hələ də müstəqil, necə deyərlər, o özünün transliyasız dəfələrlə qaldırılıb. Yox, o ilkin dövrdə müəyyən o kritik
böhranlar dövründə olub, amma bu bir televiziyası olmalıdır bunun, bir kanalı olmalıdır. Heç olmasa bir YouTube kanalı olmalıdır ki, bu məsələlər baxılsın və faktiki olaraq biz adda burada məsələn deputat Qüdrət Həsənquliyevin çıxışı tipli müəyyən məsələlərdən başqa faktiki biz hansısa bu məsələlər barədə cəmiyyət olaraq, vətəndaş olaraq necə deyirlər, kənarda qalırıq. Bu iki. Üçüncüsü, demək, mənim mütləq deməsini lazım bildiyim bir məsələ ondan ibarətdir ki, belə bir məqamda, məsələn, Elmlər Akademiyası dəfələrlə mənim də tərəfindən son günlərdə səslənib, Elmlər Akademiyasının ayrılan xərclərin 20% azaldılması məsələsi deyilir, amma buna aydınlıq gətirilmir. Təsəvvür edin ki, Akademiyanın deməli 80 illiyində ölkə prezidenti çıxış edir. Ölkədə Elmlər Akademiyasında xüsusən dillə, tarixlə bağlı, kiber təhlükəsizliklə bağlı və sair istiqamətlərdə mühüm problemlərlə əlaqədar vəzifələr qoyur qarşıya. Amma Elmlər Akademiyasının bu gələnki büdcəsində 20% ayrılan xərclər azalır. Və indi Elmlər Akademiyasının institutlarında bizim də hamımızın əlaqəsi olan, biz özümüzdə vaxtilə akademiya əməkdaşları olmuşuq. Hansısa bir temaların, hansısa bir mövzuların və sair işlərin hazırlanmasından yoxsa ilin də axırıdır. Bu ixtisarlardan, bu azalmanın nəyin hesabına necələr ötəsindən gəlmə müzakirələr aparılır. Yol verilməzdi və bu sadəcə olaraq xırda görünə bilər o ümumi büdcənin içərisində, amma çox əlamətdar bir məsələdir. Bu məsələyə yol vermək olmaz. Bax, New Yorkun bu yaxında meri seçildi yeni. Mən onun dünən açıqlamalarını müxtəlif o cümlədən dünya medialarında demək, fəaliyyətə başlaması ilə əlaqədar ilkin açıqlamalarını izlədim, oxudum. Klassik bazar iqtisadiyyatı, Amerika iqtisadiyyatı. O cümlədən, yəni Amerika dövləti Avropadan fərqli olaraq sosialist və ya sosial dövlətdə deyil. Ən çox, yəni klassik bazar iqtisadiyyatı üzərində qurulmuş bir iqtisadiyyatdır. Sən demə, 2 milyona yaxın adam əhatə eləyən, demək, nəqliyyatın pulsuz daşınması proqramını qoydu ki, biz bunu həyata keçirəcəyik. Pulsuz avtobuslar, ictimai nəqliyyatın. Sonra hələ mən o Obama dövründən qalma tibbi demək, təminatla bağlı, müalicə təminatı ilə bağlı, pulsuz təminatla bağlı. Sonra demək, mənim üçün bu çox belə sürpriz oldu sözün doğrusu, çıxışda o hissiyyat oxunması. Təxminən biz Türkiyədən eşitmişdik ki, bələdiyyə demək, xüsusi mağazaları var ki, orada ucuz qiymətli, amma eyni keyfiyyətli ərzağın deməli təminatı məsələsi, müxtəlif başqa bəli ictimai yaşayış müəssisələri, onların olması barədə eşitmişdim. Mən Amerika Birləşmiş Ştatlarında bunun geniş şəbəkələrinin olması, həm məlum idi, orada kilsə xətti ilə müxtəlif təşkilatlar, fondlar vasitəsilə bu, amma media tərəfindən, bələdiyyə tərəfindən bu məsələnin həll olunması məsələsi Amerika kimi kifayət qədər bizdən qat-qat yüksək gəlir səviyyəsi olan fərdin olduğu bir yerdə də bu məsələlər siz keçirmək mümkün deyilsə, Azərbaycanda bu tələbə məsələsinə toxundu, pensionerlərin gediş məsələsinə toxundu. Mən özüm bu metro və açıqca deyirəm, mən kifayət qədər yüksək səviyyəli pensiya alan şəxslərdən biriyəm ölkədə. Yəni mənim gəlirim, məsələn, orta gəlirdən çox yüksəkdir. Amma mən metrodan, avtobusdan, ictimai nəqliyyatdan çox istifadə edirəm. Açıqcası, yəni demək, hər həftə ən azı gərək bir 20 manat bu karta demək gərək biz pul qoyaq. Yəni bu cür vəziyyətdə hər gün gedib gəlməyə məhkum olan insanlar var. Məktəbli. Ən azı bu məktəbə getməlidir, qayıtmalıdır da. Bunu gəzməyi, başqa məsələlər və s. mən qoyuram burağa. Və yaxud tələbə. Ən azı evindən çıxıb gedib təhsilə getməlidir və qayıtmalıdır. Amma ən azı bir gündə 2-3 dəfə beləcə bunun mədəni, sosial, kitabxana və s. addımlar. Pensionerin özü həmçinin. O baxımdan da hesab edilən ki, bu büdcənin bu şəkildəki bizə çatdırıldı və təqdim olundu. Büdcə sosial büdcə deyil. Büdcə antisosial büdcədir. Görünən budur. Yox, bunun əgər əksi varsa, bunun bizə yanlış şəkildə biz bunu məlumatlar şəklində qavrayıqsa, bunu oturub izah eləsinlər və konkret göstərsinlər ki, bu dediyimiz fəsadların aradan qaldırılması üçün nə ediləcək, nə edilməlidir, mənbələr nədən ibarətdir və s. ki, açıqcası ictimai içərisində çox ciddi, mən hələ bir dəfə də olsun bu son təxminən 10 ildə, son 2-10 illikdə deyək ki, bu neft gəlirləri gəlməyə başlayandan sonra bu dərəcədə ictimai rəydə gərginlik müşahidə eləməmişəm ki, bu büdcə müzakirələri ilə bağlı yaradıldı. Çox vacibdir, ölkənin siyasi rəhbərliyinin bu məsələyə ciddi bir şəkildə müdaxilə edilməsinə ehtiyac var. Ən azı, əgər bu dediyimiz fikir, təəssürat, bizə çatdırılan məlumatlar doğru deyilsə, yanlışdırsa da bu məsələlər barədə gərək informasiya verilsin.
Murad bəy, buyurun, sizinlə də mövqeyinizi alaq və bu mövzunu da yekunlaşdıraq. Buyurun. Mən bu müzakirələrdə iki məsələyə toxunmaq istəyirəm. Məsələnin birinci tərəfi odur ki, Azərbaycan hələ də konstitusiyada sosial dövlətdəndir. Ancaq Pənah bəy də vurğuladı, nə büdcə çox sosial büdcə kimi görünür, nə də ki, yeni xüsusilə verilən bəzi qərarlar. Məsələn, bunlardan biri icbari tibbi sığortanın işsiz şəxslərə aid edilməməsidir. Yəni, işsiz şəxslərdən tələb olunur ki, onlar aylıq ödəniş eləsinlər ki, müalicə ala bilsinlər. Yəni, işsiz şəxslərdə hər hansı bir vəsaitin olması özü gülünc bir şeydir. Yəni, əslində həmin işsiz şəxslər sosial mənzillə və sosial müavinət təmin olunmalıdır. Məsələn, biri budur və ya digəri bayaq elə şagirdlərlə bağlı məsələlər toxundu ki, Azərbaycanda bilirsiniz, bütün şagirdlərin ən azından ibtidai təhsil alması və orta təhsil alması icbaridir. Ancaq bununla bağlı deyək ki, bu şagirdlərin gündəlik tələbatları var. Yəni, bunların qidalanmasıdır, nəqliyyatıdır, geyimlərdir və s. Bunlarla bağlı hər hansı bir dövlət proqramı yoxdur. Yəni, bəzi ailələr bunu təmin edirlər, amma təmin edə bilməyən ailələr də var. Ən azından ritorik olaraq bu ortada olmalıdır. Yəni, dövlət bunu məcbur edirsə, bu şagird gedib oxumalıdır. Bunu oxumaq üçün lazım olan müəyyən şərtlər var və bunların ən azından sosial cəhətdən bunu təmin edə bilməyən təbəqələrə necəsə təminat həyata keçirilməlidir. Məsələn, ikinci tərəfi də sırf ümumi iqtisadiyyatla bağlıdır. Bilirsiniz, yenə də indiki büdcədə və son alınan qərarlarda görünür ki, sahibkarların kiçik və orta biznesin xüsusi yükü artmaqdadır, dayanmadan artmaqdadır. Yəni, daha əvvəllər bilirsiniz, ilk öncə bunların vergi yükü artırıldı, daha sonra əlavə 3 işçi götürmək şərti qoyuldu, xüsusilə söhbət kiçik fizik şəxslərdən gedir. İndi də sosial ödənişlərin ümumi dövrənin 2%-ə çıxarılması məsələsi var. Bu, faktiki olaraq ən azı kiçik sahibkarların sosial ödənişlərinin iki dəfədən çox artmasına gətirib çıxarır. Və ümumi iqtisadi vəziyyəti nəzərə alsaq, bu bilirsiniz, 100 illərdir bilinən bir şeydir. Yəni, 1000 il əvvəl İbn Xəldun yazıb ki, bir yerdə iqtisadi inkişafı artırmaq üçün vergi və rüsumlar aşağı düşməlidir, iqtisadiyyatı boğmaq üçün vergi rüsumlar qaldırılmalıdır. İndi bizdə büdcə yığımlarını həyata keçirmək üçün bu əlavə vergi, rüsum, qiymət artımlarına gedilir. Bu öz növbəsində iqtisadiyyatın daha çox boğulmasına gətirib çıxarılacaq. Növbəti mərhələdə yenidən bu rüsumları artırmaq ehtiyacı yaranacaq. Yəni, faktiki olaraq bu zəncirvari bir reaksiya verir. Ən buna bariz nümunə elə məhz Donald Trumpın ABŞ-da iqtisadiyyatı inkişaf etdirmək üçün atdığı addımlardır. Trump birinci dönəmdə də, ikinci dönəmdə də iqtisadiyyatı resessiyadan xilas etmək üçün bütün vergi və rüsumları aşağı saldı. Yəni, demək olar ki, hətta böyük korporasiyalar üçün sıfırladı. Yəni, iqtisadiyyatın indiki dövrdə, indiki resessiyadan xilas edilməsinin yeganə yolu əslində vergi və rüsumların xüsusilə kiçik və orta biznesə ləğv olunması və ya həddən artıq azadılmasıdır. Yəni, əksinə bunun yüksəldilməsi deyil. Belə, çox sağ olun, təşəkkür edirəm gəldiyiniz üçün və demək olar ki, həftə ərzində baş verən bir çox məsələlərə mövqeyinizi bildirdiniz. Minnətdaram, başqa sözünüz yoxdurmu Pənah bəy, Üzeyir bəy? Çox sağ olun, təşəkkür edirəm. Əziz dostlar, dəyərli izləyicilər, alternativ növbəti buraxılışının sonuna gəldik. Sonda xahişim odur ki, yayımı bəyənib paylaşasınız. Eyni zamanda səslənən fikirlər haqqında siz də öz mövqeyinizi, təkliflərinizi aşağıda rəy bölümündə bildirməyi unutmayın. Sağlıqla qalın.